Bizim bir dənə mövcud olan problemlərimizdən biri ondan ibarətdir ki, bizim çox saylı, mindən çox əməkdaşımız var. Bu böyük bir kollektivdir. Hansı ki, tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında, Azərbaycandan kənarda fəaliyyət göstərirlər. Və mindən çox dediyim kimi bu kollektiv bu günlərim sosial ağırlıq keçirir, çətinlik keçirir və yəqin ki, qərar verəcək strukturlar bu barədə də bizim vətəndaşlarımızdır bunlar hər şeydən əvvəl. Peşəkar jurnalistlər və digər sahələrin nümayəndələridir ki, onlar haqqında da yəqin ki, fikirləşmək lazımdır. Bu real problemlərdən biridir. Bundan əlavə bizim bu iddia verdiyimiz kimi biz bir təşkilat olaraq, bir qurum olaraq biz hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Buna baxmayaraq bizim gündəlik maliyyə xərclərimiz eyni kimi qalıb. Yəni demək istəyirəm ki, bu məsələ də bu günlərim gündəmdədir. ANS şirkətlər qrupunun maliyyə vəziyyəti və onun əməkdaşlarının vəziyyəti o da sözsüz ki, nəzərə alınsa çox gözəl olardı. Təşəkkür edirəm. Bir ay tamam olur. Bir ayın tamamında avtomatik olarak aynısı öz fəaliyyətini bərpa eləyə mi? Yəni Bilirsiniz, eləyəcəkmi? gəlin belə danışaq. Vəziyyət kifayət qədər mürəkkəbdir və bu mürəkkəb vəziyyətdə hansısa qərarın avtomatik verilməsinə inanmaq ən azı sadə-örflərin işi olardı. Biz təbii ki, sizin kimi, elə sizin qədər inanmaq istəyirik ki, ayın 15-də bizə deyəcəklər ki, fəaliyyətə başlayın. Bir ay tamam olduğu. Amma bu da olmaya bilər. Ona görə də ki, bundan da rəncidə olmaq, əllərini aşağı salmaq, dayamaq olmaz. Azərbaycan tarixində 25 yaşa malik çox az qurum var ki, ANS-in keçdiyi yoldan keçib. Mən eynək taxmışsınız, gözlərinizi görmürəm, yoxsa siz də mənə yəqin ki, həmfikirsiniz. Evet, ben fikirəm. 25 il inanıram. 25 illik tarixi olan başqa bir ANS var mı Azərbaycanda? Və inanıram ki, Azərbaycan dövləti də istəyər ki, ANS həmişə olsun. Çünki Azərbaycanda ANS-in mövcudluğu belə bir ifadə vardı. Biz uşaq vaxt dərslərimizə deyirdik. Bizim eradan əvvəl, bizim eradan sonra. ANS-ə qədər və ANS-dən sonra. ANS-dən sonra hətta insanların mən düşünürəm ki, rağ olsun, antropoloji görkəmi dəyişə bilər. Və mən inanıram ki, dövlətimiz buna yol verməz. Təşəkkür edirəm. İnşallah. Məhkəmə ilə bağlı danışacağıq. Məhkəmə gözünün qabağında baş verdi və işə bir sayılı İnzibati Məhkəməsi, İqtisad Məhkəməsinə baxılacaq. Müşahid bəy, Azərbaycanda məhkəmə sisteminin vəziyyəti bəllidir. Beynəlxalq hesabatlar. Belə olan halda siz məhkəmə ilə nəyə ümid edirsiniz? Bilirsiniz, hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək və heç kəs də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə ki, hər şeyə belə mütləq inanmayın. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Bəs beynəlxalq təşkilatlardan gözlənilən reaksiyalar olmadı. Çünki Azərbaycan ifadə azadlığı ilə bağlı ötərlikləri var. İstər Avropa Şurası, ATƏT və digər təşkilatlar arasında. Bu nə ilə izah edirsiniz? Yəni tətildir yoxsa başlar Türkiyə? Adətən belə müraciətlər qarşı tərəfin arzusu ilə baş tutur. Biz dövlətimizdən gözləyirik, dövlətimizə güvənirik və dövlətimizin də bu məsələni tez bir zamanda araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqalarının işini istəmirik, o cümlədən beynəlxalq təşkilatlardan. Təbii ki, beynəlxalq təşkilatlar da maraqlanır, onları maraqlandıran suallar var, o sualların cavablarını müxtəlif səviyyələrdə verənlər var və biz də o sualların cavablarını imkan düşdükcə veririk. Amma bu cavablar heç bir halda Azərbaycan dövlətinin bicinə ziyan gətirməməlidir. Və əslində bizim də məhkəməyə müraciət eləməyimiz, yaranmış anlaşılmazlığı, ANS-in 25 illik tarixi olan bir kanalın fəaliyyətinin dayandırılması barədə verilmiş tarixi qərarı, doğrudan bu tarixi qərardır. Çünki 25 il tarixdə mövcud olmuş bir kanalla bağlı atılmış bu adım tarixi qərardır və bu pozitiv tarixi qərar deyil. Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var və biz inanırıq ki, qanunlarla biz ədalətin bərpa olunacağına nail olacağıq. Mən buna inanmasaydım bu günlər burada olmazdı. Beləcə də bütün aynıçilər görürsünüz buradadır. Diyaloqunuz gedirmi? Nə barədə? Bizim elə hökumətin bir qoludur da məhkəmə, dialoqdur da bu, buyurun. Siyasi ən azı danışıqlar. Biz siyasətlə məşğul olmuruq. Ümumiyyətlə kanalın açılması üçün, perspektiv üçün. Bilirsiniz, biz qanuni imkanlar və yollardan istifadə edirik. Kanalın açılmasına yönəlib. Bizim apellyasiya məhkəməsinə müraciətimizdə, indi bundan sonra bir sayılı İqtisad Məhkəməsinə müraciətimizdə bizim bütün addımlarımız qanun çərçivəsindədir. Azərbaycan dövlətinin qurulmasında ANS-in müstəsna rolu var. Biz Azərbaycanın müstəqillik yaşıdıyıq, həm yaşıdıq biz Azərbaycan dövləti ilə. Və bu dövlətin necə zərrə-zərrə, tikə-tikə, qan-qan, tər-tər qurulmasının şahidi olmuşuq. Belə bir şahidlərin Azərbaycan dövlətinin imicinə ziyan gətirməsi ağlabatan deyil. Ona görə də biz
bütün addımlarımızı qanun çərçivəsində atacağıq. Bu məhkəmə qərar çıxaracaqsa, bu qərardan narazı olacaqsa, təzədən növbəti addımlarımızı atacağıq. O qərardan narazı olacaqsa, növbəti addımlarımızı atacağıq. Razı olacaqsa bayram eləcəsi ilə bərabər. Yəni Avropa məhkəməsi perspektivi varmı? biz müvafiq qanunlara riayət eləyəcəyik. Bütün addımlarımızı da ortalığa çıxan zərurətdən, tələbatdan doğru atacağıq. Bizim növbəti addımımız bir sayılı İqtisadi Məhkəməsinə müraciətdir və düşünürəm ki, bir sayılı İqtisadi Məhkəməsində bu məsələyə baxılacaq və tez bir zamanda siz də bir tamaşaçı olaraq Azərbaycan xalqının hər bir üzvü kimi sevinəcəksiniz ki, fəaliyyətini bərpa elədik.